Tamam. Time 2025. kitabdan bir sual daha baxırıq. She asked him to take the knife away. He complained to the doctor about a chest pain. Baxaq. O ondan bıçağı kənara qoymağı xahiş etdi. Birinci cümləmizin tərcüməsi. İkinci cümləsi deyir ki, o həkimə sinəsindəki ağrılardan şikayət etdi. Sinədə olan necə ağrı, bıçaqla hansı işlənir, baxaq. Soft yumuşaqdır. Odd tək. Yumuşaq bıçaq olmaz da soft knife. Amma soft chest pain hardasa olar. Sinədəki yüngül ağrılar mənasında. Odd təkdir. Odd knife tək bıçağı qoymaq yox. Fair ədalətlidir, sarışındır, fair yoxludur, heç dəxli yoxdur buradakı məsələlərə. Prudent safdır, saf bıçaq işlənmir. Ancaq dal sözü bura uyğundur. Dal sözü deyə bilərsiniz ki, necə ola bilər? Yadınızda saxlayın ki, dal küt, kəsməyən bıçağa da deyirlər. Bir də dal chest pain isə artıq sinədə olan ağrılardan söhbət gedir. Küt ağrılar deyirik, hə, bax odur. Belə. Əgər bəyənirsə, like edib abunə olmağı unutmayın. Hələlik.